Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Liqası Modern Mərkəzi Ordu İdman Klubu MOİK görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl futbol azarkeşlərini sevindirəcək. Görüşü idarə edən hakimlər briqadasını sizə təqdim edirəm. Orxan Şəfiyev və Məhəmməd Məmmədovdur. Onlara da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Qeyd edim ki, bugün bu iki komandanın oyunu Gol TV'də ilk dəfədir sizlərə təqdim olunur. Komandaların heyətlərini sizə təqdim etmək istərdim. İlk növbədə qonaq komanda MOİK'dən başlayır və beləliklə qarşılaşma başladı. Bir daha hər iki komandadan baxımlı futbol görmək istəyirik. MOİK komandasının heyəti belədir. Qapıda 1 nömrə Aris Hüseynli, 4 Uğur Seyidli, 13 Fərhad Feyzullayev, 16 Uğur Ələkbərli, 20 Ömər Qəmbərzadə, 7 daha doğrusu 33 Rafael Əfəndiyev, 55 Əkbər Həsənov, 99 Rəhim Musayev və 23 nömrə Ramazan Quliyevdir. Oyundan kənarda vəziyyət qeydə alınır. Komandanın baş məşqçisi Mirsuat Seyidovdur. İndi isə Moderndə qapıda 12 nömrə Ramiz İsmail, 5 Tofiq İsmailov, 7 Hüseyin Babayev, 15 Aydın Qaziyev, 16 Şah Sultan Allahverdiyev, 17 İbrahim Abbasov, 18 Yusif Məmmədli, 75 Kərəm Məmmədov, 99 Amin Hacıbala deyil, Anar Hacıbaladır. Komandanın baş məşqçisi isə Sabit Əliyevdir. Ötən turların birində U12 liqasında səhv demişdim. Ümid edirəm ki, buna görə Anar Hacıbala məndən incimədi. Komandanın baş məşqçisi Sabit Əliyev, bunu da sizlərə qeyd edim və indi isə ehtiyat oyuncularla sizi tanış edək. Modelində 1 nömrə Ömər Qurbanzadə, 10 Asim Nəsibli, 9 Əli Səfixanlı, 88 Səid Allahverdili, daha doğrusu Səid Allahverdi, 4 Məhəmməd Həziyev, 11 Osman Qəhrəmanlı. Qapıya zərbə indirilir. Heyətləri sizə təqdim edirim. 15 19 Nurəli Dadaşzadə, 20 Mahmud Əhmədli, 81 Mikail Məmmədbəyovdur. Yusuf Ələkbərli 2-cüdən zərbə ilə topu oyuna daxil edəcək MOİK'in 16 nömrəli futbolçusu indi ev tapşırıcı. İçəriyə doğru ötürmək, indi zərbə vurmaq lazımdır, amma Rəhim topa toxunuş etsəydi artıq MOİK komandası cəlmə zərbəsini Anar Hacıbala yerinə yetirəcək. 99 nömrəli futbolçu ötən tur Kapital Baku oyunda bir gözəl qolla yadda qalmışdı. Anardan içəriyə birbaşa qapıya zərbə təhlükəli alınır. Top qapının üstündən keçir. Uzaq məsafədən Kapital Baku komandasının qapısına gözəl qol vurmuşdu. Hörmətli tamaşaçılar, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA'nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Yoxdur oyundan kənar və Rəhim qapçı üzərindən aşırma atmağa çalışırdı, bir qədər tərəssi bunu etməyə. Gözəl qol vurula bilərdi. Cəlmə zərbəsindən Anar Hacıbala topu oyuna daxil edəcək. Ənənəyə uyğun olaraq standart vəziyyətlər zamanı biz Anarı topun gerisində görürük. 2 nəfər var canlı sətdə. Hakim də işarəsini verdi. Anardan içəriyə doğru ötürmə. Aris topu əlindən buraxır. Nələr baş verir? Qapıya zərbə və top qapıdadır. Modern futbolçuları hesabı açırlar. Görüşün 16-cı dəqiqəsində 5 nömrə Tofiq İsmailov bu cür qol vurur. Qapçının bu hədiyəsini bağışlamadı. Modern komandası artıq görüşdə qol vurdu. Tofiq İləriyə doğru ötürmə Osman istiqamətli. Osman qapıya zərbə, topu qapının üstündən vurur. Osman qəhrəmanlı. Cəlmə zərbəsini MOİK yerinə yetirəcək. Hər hansısa bir ev tapşırığı izləyə bilərik. Ramiz 4 nəfər var canlı sətdə. Hakim bəli, hələ ki zərbəyə icazə vermədi. Görək bu ev tapşırığından sonra hesab bərabərləşəcək mi? Rəhim ev tapşırığı, Yusif yox, bir qədər
gecikdilər qapıya zərbə indirməyə. Rəhim burada fəallıq göstərməyə çalışırdı. Aris topu qüvvətli zərbə ilə irəli vurur. Osman qarşılayır, amma Ömər ondan topu alır. İrəliyə doğru ötürmə. Rafael oynuyor. Ömər. Aydın ona qarşı oynayır. İrəliyə doğru. Daha bir ötürmə. Uğur. Outdan. Uğur özü topu oyuna daxil edir. Və top meydanı tərk etmiş geriyə. Aris. Bir nömrəli qapçı. O da mərkəz istiqamətinə topu göndərir. Yox. Alınmadı. Modelin futbolçuları qapı istiqamətinə zərbə. Fərq bir qədər də artır. Hüseyin Babayev qüvvətli zərbə ilə topu bu cür qapıdan keçirir. Modelin futbolçuları artıq ikinci qolu vurdu. Vurulan qolun təkrarına baxırıq. Tofiq irəliyə doğru ötürmə, amma burada Moyq futbolçuları topu uzaqlaşdıra bilmir. Outdan irəliyə doğru ötürmə izləyirik. Kərəm. Yusif geri oynayır. Aris. Topu irəli vurur. Rafael. Əkbər irəliyə doğru ötürmə. Rəhim istiqamətən Rəhim. Keçdi bir rəqib. Rəhim qapıya zərbə vurma. Qapçı daha bir zərbə və top qapıdadır. Modelin oyuncuları buraxılan qollardan birin əvəzini çıxaraq fərqi minimuma endirir. Rəhim Nuriyev bərabərləşdirir hesabı. Əkbərin məhsullar ötürməsi idi. Modelin futbolçuları topu uzaqlaşdıra bilmirlər. Qolun təkrarı bizlərə bir daha təqdim olunur. Rəhim fərdi ustalıq sayəsində bir rəqibini keçdi. İlk cəhdə Ramiz topu qaytarsa da təkrar zərbədə bu qola mane olmaq mümkün olmadı. Əkbər daha bir içəriyə doğru ötürmə. Osman topu qarşılayır. Və beləliklə hörmətli futbol azarkeşlər ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir daha hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Modelin Moyq görüşünün ilk hissəsi, daha doğrusu ikinci hissəsi başladı. İlk hissə 2-1 hesablı Modelin qələbəsi ilə yekunlaşmışdı. Vurulan qolları bir daha xatırlayaq. Əvvəlcə Tofiq hesabatçısı Hüseyin fərqi 2 topa çatdırdı. Rəhim isə buraxılan qollardan birinin əvəzinə çıxdı. İnanmaq istəyərik ki, ikinci hissədə də ilk hissədə kimi həyəcanlı görüş izləyərik. Hörmətli tamaşaçılar, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Modelin komandası niyyətində artıq bir sıra oyuncu dəyişiklikləri baş verib. 9 nömrə futbolçu Əli Səfixanlı artıq oyundadır. Qapçı dəyişikliyi də baş verdi. Ömər Qurbanzadə qapı istiqamətlə uzaqdan zərbə, nələr baş verir? Hesab bərabərləşir. 2-2. Rəhim Nuriyev gözəl zərbə ilə fantastik bir qola imza atır. İnanılmazdır, amma bu onu bacarır və bu cür qol sevinci yaşayırlar. Xahiş edərdik ki, bu qolun təkrarı bizlərə bir daha təqdim olunsun. Bəli, qolun təkrarını izləyirik. Bir anlıq qapıya bu cür gözəl zərbə indirir. O qapçının irəli çıxdığını görərək bu cür qol vurur. Sabit Əliyev ekranlara da Modelin komandasının baş məşqçisi. Outdan Modelin topu oyuna daxil edəcək. 2-0 hesabı ilə öndə edib Modelin kollektivi. Onlar bu üstünlüyü əldən verirlər. İndi Allaca hərəkətlər qapıya. Zərbə, qapçı yaxşı oynayır. Şah Sultanın fərqlənməsinə mane olur. Uğur. Uğur indi bu epizodda sona qədər mübarizə aparmağa çalışırdı. Yusif Xalıq 77 nömrəli oyuncu da artıq oyundadır. Küncdən zərbə ilə Modelin oyuncuları topu oyuna daxil edəcək. Tofiq İsmailov, komandanın 5 nömrəli futbolçusu Asim Nəsibli də artıq oyundadır. İkinci hissədə oyuna daxil oldu. Tofiqdən içəriyə doğru ötmə, qapıya zərbə.
Modern hesabda öne çıxır. 7 nömrə Hüseyin Babayev özünün ikinci, komandasının 3-cü qoluna imza atır. Bu cür gol vurur. Görüşdə 5 gol var, hələ ikinci isə yenicə başladı. Şah Sultan Uğruna qarşı mübarizə var. Şah Sultan hələ ki keçilməzdi bu dəqiqələrdə. 88 nömrəli futbolçu Asimdən daha bir zərbə topu qapının yanından keçir. Səid 88 nömrəli oyuncu, artıq onu da meydanda görə bilirik. Uğur Seyidli topu irəli vurur. Bu dəqiqələrə qədər döyüşkənliklə yadda qalan oyuncudur. Əli Əskərli İskəndərov out atışını yerinə yetirdi. İskəndər üzr istəyirəm. İskəndər Əli Əskərli geriyə doğru ötündü. Burada nələr baş verir? Qapıya zərbə indirir və top bu cür qapıya daxil olur. Əli bu səhvi, bu hədiyyəni bağışlamır. Ani bir diqqətsizlik Moikin müdafiəsində baş verir. Və Əliyə də bu cür fürsətlər, şanslar verdinsə, hər zaman bu cür epizodları qola çevirməyi bacaran oyunculardan biridir. Moik oyuncuları İskəndər bir rəqibini keçməyə çalışırdı. Şah Sultan irəliyə doğru ötürmə, yoxdur oyundan kənar vəziyyət. Asim qapısı Aris ondan əvvəl topu açar, irəliyə doğru ötürmə, yoxdur oyundan kənar vəziyyət. Uğur istiqam, Uğur qapıya zərbə və çox qüvvətli zərbə indirir. Sanki bütün əsəbini bu topdan çıxarır, bu zərbədən çıxarır. Yenidən Moik oyuncuları oyuna qayıdır. Fərqi minimum endirirlər. 4-3, 7 gol vurulub, çox həyəcanlı görüşə şahidlik edirik. Qapısı Aris burada məhsullar ötürmələ yatdıqar. Dərhal topu oyuna daxil edir əliyə. Doğru ötürmə, Rəhim burada ona mani olmur. Uğur bu cür qüvvətli zərbə indirir. Mərkəzdən Modern başlamalıdır. Əli Səfixanlı geriyə, irəliyə doğru ötürmə izləyirik. Modern oyuncuları müdafiədən çıxmağa çalışır. Daha doğrusu Moik oyuncuları indi qarışıq bir vəziyyət var. Səiddən daha bir zərbə. Modern oyuncuları daha bir gol vurur. Səid Allah verdi. Fərq artıq 2 topa yüksəldi. İndi bu dəfə gol vurma sırası Moik'dədir. Yosif Asim topu qarşılayır. Yenidən Yosif İskəndərlə oynayır. Uğur keçdi bir rəqibini. Uğurdan içəriyə doğru ötürmə keçmir. Şah Sultan irəli vurur. Asim daha bir irəliyə doğru ötürmə. Şah Sultan amma qapçı Aris topu irəli vurur. Az öncə bir epizodların birində Moik fərqi minimum endirmişdi. Asim cədli ilə seçilir. Bu dəqiqələrdə hər iki komanda topu özündə saxlamağa çalışır. Əli topladı içəriyə, keçdi rəqibini. Əli daha bir zərbə və top qapıdadır. Əli Səfixanlı burada öz bacarıqlarını nümayiş etdirərək ikinci qolunu vurur. Məhsuldar ötürmənin kimdən gəldiyini görə bilmədim. Həmin oyuncu nömrəsini təəssüf ki görə bilmədik, amma yəqin ki oyundan sonra Əli bu haqda bizə məlumat verəcək. Daha bir Modern hücumu izləyirik və yox, hakim bəli. Bu epizodda yəqin ki Modernin irəlidə olduğunu görərək bu qayda pozuntusunu qeydə almadı. Oyunculara oynamağa imkan yaradır. Aris Hüseynli topu irəliyə göndərməyə çalışırdı, amma
Bu dəfə Kərim Məhərrəmovu da oyunda görürük. Moykin 11 nömrəli futbolçusu Kamal Qurbanlı da oyundadır. Asimdən içəriyə doğru ötürmə, qapıya zərbə. Şah Sultan nəhayət görüşünün fəal oyunculardan biri, o da bugünkü görüşdə qol vuranlar sırasındadır. 16 nömrə Şah Sultan Allahverdiyev bugünkü oyunda fəallıq ilə seçilirdi. Ümumilikdə bugün hər iki komanda gözəl oyunla yadda qalır. Əbülfəz İsraili də oyundadır. Ayxan Salmanov, Amir Nəsibzədə 66 nömrəli oyuncu və top meydanı təkidir. 12 nömrə Fuad Səzadə Moykin heyətində çıxış edir. İkinciden zərbə ilə İskəndər topu oyuna daxil edəcək. Hörmətli tamaşaçılar, qeyd edim ki, bu oyundan sonra Gol TV-də U16 liqasında turun mərkəzi oyunu sizlərə təqdim olacaq. Daha bir İskəndər topu irəliyə vurur və indi iki oyuncu birdən akrobatik zərbə vurmağa çalışır. Onlar bir-birlərinə mane olurlar. Artıq yəqin ki bir hücum şansı verəcək hakim. Hər iki görüşü bitirməyib. Geriyə. Və beləliklə hörmətli futbol azarkeşləri görüş başa çatır. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Moykin heyətində bugünkü oyunda 2 qolla yadda qalan Rəhim Nuriyev. Amma Uğur Seydlinin də döyüşkənliyini xüsusilə qeyd etmək lazımdır. Oyunun ulduzu isə Modernin 5 nömrəli futbolçusu Tofiq İsmayılovdur və beləliklə Tofiq İsmayılov yanvar ayında keçirilən FIFA 2026 turnirinə vəsdiqəni təmin edir. Bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, gələn görüşlərə dək.